Siz istədiniz, mən də çəkdim. Bu dəfə alış-veriş vloqu ilə sizləri salamlayıram. Xoş gördüm hər birinizi. Gündüz işdə olduğuma görə yalnız axşam saatlarında gedib alış-veriş edə bilirəm. Bu dəfə yolum Quba yolunda olan Şimal Store oldu. Düzdür, böyük mağazadır. Həm endirimlər var, həm də ki xüsusi hədiyyə kampaniyası var. Sizlərlə bir yerdə alış-veriş eləyib görək hansısa hədiyyəni qazana bilərik. Ümumiyyətlə mən alış-verişə gedəndə böyük mağazalar seçirəm. Bilmirəm niyə mənim üçün rahat olur. Həm çeşid çox olur, seçim çox olur, həm də ki daha istədiyin hər şeyi tapa bilirsən. Biz artıq belə öyrəşmişik. Balaca mağazaya gedəndə nəsə ürəyim sıxılır. Elə bilirəm heç nə yoxdur orada, tez çıxıram. Və ən əsas da deyim ki, sizə gündəlik olaraq demək olar ki, işdən gələndə hər gün demək əlimdə paketlə gəlirəm. Alış-verişi onsuz da eləyirəm. Amma xüsusi belə olanda daha çox alış-veriş eləyirəm. Bir ayda 2 dəfə gətirirəm bütöv xaldeniki, doldururam meyvə, hər bir şey. Onda artıq mən rahat şəkildə işləyə bilirəm. Çünki ən birinci mənim beynimdə uşaqlar üçün evdə hər şey olsun. Bəzən düşünürəm ki, biz buradan hər şey alırıq, düzdür, amma olmasaydı gedib bazardan meyvə tərəvəzi alasan, bazarın bu başından o başına daşıyasan, o palçıq, o soyuq hava, yəni bu rahatlıq da var. Sonra gedəsən ərzaq alasan marketə. Vaxt məhdudluğudur. Yəni burada bizim zamanımız daha qənaətlə biz xərcləyə bilirik. Həm də ki təmizdir, rahatdır, istidir. Nə yaxşı ki var belə bir yerlər. Düzdür. Mən ümumiyyətlə marketə daxil olanda qızlar, mənim artıq nəyisə yazmaq ehtiyacım yoxdur. Hər şey beynimdədir. Artıq hər şeyi də götürürəm, tez bir zamanda yığıram. Həm sveji salatları çox sevdiyimə görə salat üçün hər şeyi alıram. Hər 2 gündən, 3 gündən bir fərqli salatlar hazırlayıram. Çox xoşum gəlir. Siz də hazırlayın, mütləq yeyin. Çünki internetdə o qədər gözəl salatlar var. Onların hər biri bizim və uşaqlarımız üçün çox faydalıdır. Və beləcə yığdıq, yekunlaşdırdıq. Demək olar ki, 300 manatlıq alış-veriş elədim. Nə az, nə çox. 200 nə qədərsə 300-ə çatırdı və bizə 100 manatdan yuxarı alış-verişə görə hədiyyə gəlirdi və biz də dedik ki, 2 dənə kupon əldə etməliyik. 300 manata tam olaraq çatmadı. Ona görə biraz əksikliyi var deyə 2 kuponu dirəşli yoldaşım aldı və hər kupondan da sağ olsun mağazanın müdürü hədiyyələr yerləşdirmişdi. Yəni bütün hər bir götürdüyünüz şansda hədiyyə var idi. Bizə 2 dənə 10 manat çıxdı. Biri təbii ki oğlumun idi, biri də ki dava eləyib ikinci şansı götürən yoldaşımın. Beləliklə ən azından 1000 bərəkət 20 manat da bizə geri qayıtdı. Biz deyil, biz onsuz da bu alış-veriş eləyirdik. Bu da bizim bir üstünlüyümüz oldu. Belə gəldim evə çatandan sonra artıq mənim işim burada yekunlaşır. Mənim qızım sağ olsun mənə kömək eləyir. Onların işdə çalışdığıma görə mən artıq gedib işimi görürəm telefonda və qızım da bütün aldığım məhsulları yerbəyer eləyir. Ümumiyyətlə bizdə ən çox duru yağ getdiyinə görə mən 2 banka alıram. Salat üçün çuğundur, kök, qarğıdalı dediyim kimi bunları almışam. Elə salatları çox bəyənirəm. Özü də ki xüsusi olaraq qarğıdalılı. Bu ümumiyyətlə süngərləri mən istifadə eləmirəm. Bu qızımın seçimidir. Ən çox da safetkalar usunu istifadə eləyirik. İndi bilmirəm sizdə necədir. Yəni belə deyim ki, artıq uşaqlar böyüyüblər. Demək olar qızım hər şeyi bilir, evdə mənə çox kömək eləyir və artıq belə şeylərin seçimlərində onlar məndən diri başdılar. Əvvəl evdar xanım idim, başqa bir işim yox idi. Ona görə də daha çox bekarçılıqdan istəyərdim, gedib alış-veriş eləyəm, daha çox evə nələrsə alam. Amma o vaxtı düzdür, əlimdə o qədər gəlir olmadığına görə də gedib alış-verişləri istədiyim kimi edə bilmirdim. Bizdə ən çox da kənddə olduğuma görə o vaxtı müəyyən bir, yəni ki, fındıq sezonu olsun, gilas sezonu olsun və yaxud hər hansı bir hardansa yoldaşım qazandığı pul olsun, o vaxtı gedib alış-verişimizi eləyə bilirdik və inanırsınız, yəni istədiyimiz bəzi istəyərək də çox şeyləri ala bilmirdim. Amma şükür Allah hər kəsin ruzisini versin. Özüm işləyəndən sonra istədiyim hər şeyi göz yumulu da ala bilirəm. İstər-istəməz nə qədər olsa da evdə biri var, sən özün qazanasan, özün xərcləyəsən, onun dadı tam başqa olur. Biri də var ki, yoldaşın sənə pul versən, ona xərcləyəsən, artıq istər-istəməz adam biraz sıxılır. Rahat şəkildə, sərbəst şəkildə, yəni ki, alış-veriş edə bilmirsən. İnanın ki, bax, mən əvvəlcə böyük qızımdan gedirəm marketə. O belə çox şeyləri alan deyil. Amma balacalar artıq gəldisə, deməli aləm qarışır bir-birinə, hərəsi bir şey atacaq, hərəsi bir şey tam olaraq da olacaq səbətlər. Özü də ki, lazımlı bir şey olsa heç nə, lazımsız bir şeylər. Ən əsas ona görə mən çox, yəni ki, vaxtı alış-verişdə özüm elə alıb gəlirəm evə ki, lazım olan şeyləri alım. Adam marketə gedəndə başını itirir. Bir şorda neçə çeşid ola bilər, bir yoğurtda neçə çeşid ola bilər. Heç bilmirsən nədir, nə deyil. Yəni həqiqətən çox çətinlik çəkirəm seçimdə də. Adicə düyülərə baxaq. Biz əvvəl uzun düyü, yumru düyü var idi. İndi bir dənə uzun düyüdən nə qədər var?
Özün bilirsən hansını seçəsən. Ona görə yəni düzdür, çeşid boldur, amma yəni məncə sağlam məhsulların da sayı çox azdır. Mən qış vaxtı nəyə görə badımcan almışam, onu sizə deyim. Bu yaxınlarda Yalamaya getmişdim qonaq. Bir dənə qəşəng tavada. İnanın ki, elə qızardılmış badımcan, pomidor, biber, ət, kartof hamısı, yəni çox dadlı, ləzzətli idi. İndi almışam ki, özüm də tavada hazırlayım. Düzdür, onlar təndirdə hazırlamışdılar, amma mən bu dəfə tavada hazırlayacağam. Onun üçün almışam. Çox yəni ki, dadı damağımda qalıb. Ona görə dedim özüm öz əllərimlə hazırlayım. Bu arada kanalıma abone olan bütün xanımlarımıza bir daha təşəkkür eləyirəm. Göz haqqınızı halal edin. Təşəkkür eləyirəm bəyəndiyiniz üçün. Fikirləri xüsusi olaraq yorumda yazan xanımlarımıza minnətdarlığımı bildirirəm. Hələ də kanalıma abunə deyilsinizsə, mütləq abunə olun xanımlar, növbəti vloqlardan, canlı yayımlardan xəbərdar olması üçün. Mən təmizlik vloqları çəkib paylaşdım. Siz istədiniz alış-veriş vloqu və onları da çəkdim. Düzdür, bu ərzaq üçün alış-veriş idi, amma növbəti artıq tapılacaq daha maraqlıdır. Amma onu deyim ki, düzdür, alış-verişlərdən çox çəkə bilərəm. Sadəcə rayon yerində, mağazalarda çox çəkilişlərə icazə vermirlər. Biz də xüsusi olaraq qısa-qısa fraqmentlər çəkdik sizlər üçün. Amma bundan sonra mən söz vermişəm ki, artıq mağazaların adlarını reklam eləməyəcəm. Bu 2 dəfə vloqda çəkdim, amma növbəti dəfələrdə çəkməyəcəm. Əslində biz onlara yaxşılıq edirik, pulsuz reklam eləyirik. Onlar istəmirlərsə biz niyə istəyək? Düz demirəm. Məncə hər biriniz məndən razı olarsınız. Bu arada son olaraq sizlərə qeyd eləmək istəyirəm ki, mən özümdə Evdar xanım kimi hal-hazırda Fabrik şirkətində elit rütbəsindəyəm. Siz də evdən özünüzə lazım olan pul qazanmaq istəyirsinizsə, fərqi yoxdur. Elə xanım olur ki, məhsul alır, öz büdcəsinə qənaət edir, endirim əldə edir. Elə xanım olur, endirim hədiyyə qazanmaq istəyir. Eləsi var, satışdan qazanmaq istəyir. Eləsi də var ki, mənim kimi öz ayaqları üstə durub yüksək gəlir qazanmaq istəyir. Yəni bu 3 məqsədlə, istənilən bir məqsədlə komandama qoşula bilərsiniz. Linki vloqun aşağı hissəsində yerləşdirəcəm. Link vasitəsilə keçib alıb qrupda siz məndən məlumat ala bilərsiniz. Qeyd etmək istəyirəm ki, istənilən yerdən qoşula bilərsiniz. Yəni Azərbaycan istənilən bölgəsindən, Rusiyadan, Gürcüstandan, Qazaxıstandan, hər yerdən qeydiyyatdan keçib bizimlə bir yerdə qazanmağa başlaya bilərsiniz. 20 il rəsmi olaraq fəaliyyət göstərən beynəlxalq bir şirkətin əməkdaşı siz də ola bilərsiniz. Bəli, yəni necə deyərlər, biz əslində evdən bu pul qazanma şansımız əlimizdə varkən niyə də bundan istifadə etməyək? Mən də düşünmüşdüm 5-10 manat qazanım bu şirkətdə qeydiyyatdan keçim. Hal-hazırda qazandığım gəlirlər inanılmaz şəkildədir. Siz də o qazanclara sahib ola bilərsiniz. Elə indi mənə yaz, ətraflı məlumat verim. Boş-boşuna sadəcə sorğu-sual etməyə, daxil olmağa dəyməz xanımlar. Nə biz sizin vaxtınızı alaq, nə də siz bizim vaxtımızı alaq. Ona görə inşallah ki, bu vloqumu da hər biriniz bəyəndiniz, hər birinizin xoşuna gəldi. Növbəti vloqlar nə haqda olsun, mütləq yorumlarda qeyd eləyin. Mən artıq vloqumu yekunlaşdırdım. Bir daha göz haqqınızı halal eləyin. Təşəkkür eləyirəm, minnətdaram. Ümumiyyətlə vloqlar çəkməyi çox sevirəm. Vloqlarda danışıqlar aparmağı ondan da çox sevirəm və sizin izlənməsini də mən sizdən də çox istəyirəm. Gecəniz xeyrə qalsın. Hələlik növbəti vloqlarda görüşənədək.